Problem yarandığına görə videonu dayandırmalı oldum. Mənim ümumiyyətlə bu riyazi məsələlərdən xoşum gəldiyi üçün internetdə axtarış apararkən bu open problemlər qabağıma çıxır və bunun da ikisinə fikir vermişəm ki, yəni elə dərin bir riyazi biliyə sahib olmasam belə başa düşmək olur da bu sual nədən ibarətdir və bunun üzərində maraqlıdırsa düşünmək olar. Həm özüm üçün maraqlı olub tapmışam, bu sualları tapmışam, bunun üzərində 2 ildən artıqdır düşünürəm. Həmçinin bu videonu çəkməkdə 2 dənə məqsədim var. Birinci, mən bu nəzəriyyəni riyaziyyat aliminə, riyaziyyat müəlliminə, riyaziyyatı güclü bilən bir professora, alimə desəm, bəlkə də o mənim nə demək istədiyimi daha yaxşı başa düşər. Həmçinin süni intellekt də məni bu cəhətdən həvəsləndirdi. Süni intellekt demişkən, mən əvvəllər Amerikanın süni intellektindən istifadə edirdim, ChatGPT-dən. Sonradan mən rastıma çıxdı ki, Çinin də süni intellekti var. Başladım Çinin süni intellektindən də istifadə etməyə. İkisi arasındakı fərqi qeyd etmək istəyirəm. Deməli, tapdığım bir 1155-in bölənlərinin cəmini tapmışam mən 1149. ChatGPT-yə sual verirəm, səhv hesablayır. Deyirəm, ola bilər də mən səhv hesablamışam. Təkrar hesablayıram ki, yox, düz hesablamışam. Sonradan DeepSeek-ə sual verdim. DeepSeek çox dəqiq hesablama ortalığa çıxartdı. Plus da əsas onu qeyd etmək istəyirəm ki, deməli Çinin süni intellekti çox az maliyyə və ləvazimatla ortalığa çıxır. Amerika isə nə qədər pul xərcləyib, ondan DeepSeek-dən daha çox pul xərclənib ChatGPT-nin ərsəyə gəlməsinə, amma DeepSeek daha dəqiq riyazi hesablamalar aparır, daha ətraflı insana məlumat verir. Hətta mən oturub əməli başlı hesablamalar aparırdım da, bu cür hesablamalar aparırdım. Orada bir riyazi qayda da ortalığa çıxartdı ki, bu qədər çətin hesablamalar aparmaq lazım deyil. Bir rəqəmli boy, bütün ədədlərin ən udovlu bir düsturla hesablamaq olur ki, bölənlərinin cəmi neçə eləyir. Yenə deyirəm, bu videonu çəkməkdə 2 dənə məqsədim var. Bir, rastıma istəyərəm ki, bu rastına çıxan riyaziyyat müəllimi və ya professoru danışım, professoru ilə danışım və bu gəldiyim qənaəti ona təqdim edeyim, o bir balaca bunun üzərində düşünsün ki, görək nəsə ortalığa çıxa bilərmi. İkinci də bu cür 2 dənə sadə sual var içərisində. İstədim ki, bunu bütün internet aləmindəki öz vətəndaşlarımızla bölüşüm ki, onların da içərisindən insan belə də universitet təhsili kiməsə qismət olur, ya qismət olmur. Ola bilər ki, misal üçün beyni güclü işləyən bir kənddə yaşayan bir insan belə, şəhərdə yaşamayan, kənddə yaşayan, beyni çox güclü işləyə bilər. Sualı verərsən, tapar çıxardar, elə onun özü də ortalığa çıxmış olar bir şəxs olaraq və elm aləminə xeyrimiz dəymiş olar bu istiqamətdə. İstədim bu məsələlər yayılsın, bu riyazi bu cür suallarla bağlı videolar hazırlansın, cəmiyyətə təqdim olunsun ki, bunun üzərində düşünməyə dəyər. Yəni, insan beyni bu cürdür ki, bildiyim qədərilə, hətta məsələn, dünyada bu işlə məşğul olan məktəblər var, universitetlər var ki, düşürlər şəhərlərdə, rayonlarda, məktəblərdə
məntiqi suallar, beynin güclü işləməsinə ortalığa çıxan məntiqi suallar verirlər, hətta ibtidai sinifdə oxuyan uşaqlara belə. Bir də görürsən ki, fənn elmlərini, gündəlik dərslərini yaxşı oxuya bilməyən uşaqlar həmin məntiqi sualı həll edir və bununla da bilinir ki, o uşağın əslində beyni güclü işləyir. Sadəcə bu fənn elmlərinə, bu gündəlik dərslərini bu cür görünür ki, yaxşı oxuya bilmir. Ancaq faktiki onun beyni güclü işləyir. Sonda bir daha bu gəldiyim qənaəti izah eləmək istəyirəm. Görüm daha yaxşı izah eləyə bilirəmmi? Mənim gəldiyim qənaət bir daha deyirəm, bundan ibarətdir. Cüt ədədlərin bölənləri, bunu da deyim, cüt ədədlərin bölənləri 2 hissəyə bölünür da, belə baxmışam, indi 2 hissəyə bölünür. Cüt və təkin qoşa getdiyi bölənlər silsiləsi, bir də var, misal üçün elə ədədlər var ki, misal üçün 4 bölünür 1-dən 2-yə, 8 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. Bir dənə 1 iştirak edir. Amma bu tapılan mükəmməl ədədlər silsiləsində 2 dənə mütləq, bunların bölənlərinin içərisində mütləq 2 dənə tək ədəd var. O da mənə elə gəlir ki, mən çox düşünmüşəm bu barədə, söykənəcəklik yaradır. Necə? Bir daha deyirəm. 6-dır. Neçəyə bölünür? 1-ə, ardınca 2-yə bölünür. 2 tutur 2-nin yerini, 3-ün yerini, sonra da təh rəqəmə bölünür, təh rəqəmə. 3-ə. 3 də tutur 1-in yerini 1 özü tutdu, 2-nin yerini 2-nin özü tutdu, 3-ün yerini 2 daxı bu 2 dənədir. 3-ün yerini də tutdu 2, 3 dənə də 3 dənə də 4, 5, 6. 6 alındı. Necə alındı? 1-ə bölünərək, təkə bölünərək, cütə bölünərək, təkə bölünərək. Və yaxud 28-i götürək. Təkə bölünərək, cütə bölünərək, cütə bölünərək, təkə bölünərək, cütə bölünərək. Mütləq 2 dənə bu silsilələrin içində, bu silsilənin içərisində mütləq 2 dənə bölən, tək ədəd bölən olur. Həm tək ədədə bölünür, bu mükəmməl ədədlər silsiləsi, həm cütə bölünür. Cütlə də tək 1, 2, 6-da 3, 28-də 7, 496-da səhv eləməmsə 31-dir. O elə bir vəziyyət yaradır ki, elə bir gedişat yaradır ki, söykənəcəklik yaradır. Rəqəmin mükəmməl ədəd ortalığa çıxmış olur da, öz bölənlərin cəmini toplayaraq mükəmməl ədədi ala bilirik. Ancaq təhlərdə həmişə təhlərə bölünür, tək ədəd, tək bölənləri təhlərdən ibarətdir da. Təhlər arasında da həmişə 2, məsəl üçün böyük rəqəmlərdə daha böyük ədəd fərqlilikləri olur. O ədədlər də nədən ibarətdir? Cütlə cütün arasındakı ədəd fərqi cütdən ibarətdir da. O cüt, o söykənəcəklik yaranmır mənim düşüncəmə görə. Məsələn 15 neçəyə bölünür? 1-ə bölünür, 3-ə bölünür, 3-ə endiririk, 3 dənə. Sonra 2 rəqəm atlayıb, 2 ədəd tullanıb 5-i götürürük. Və yaxud 3-ə bölünüb 7-yə bölünəsi olsa 4 rəqəm tullanmış olacaq digər rəqəmlərin 3-ün üzərinə. 3-ün üzərinə 4 rəqəm qoymalıyıq ki, 7-dən alaq. Beləcə aralarında cüt ədəd fərqi var. Cüt
Bu cüt ədəd fərqi ya əksikliyə səbəb olur, bölənlərin bölənlərini topladıqda ya əksiklik yaranır, ya artıqlıq yaranır. Bu əksiklik, artıqlıq o cüt ədədin o bölənləri arasına girə bilməməyinə görədir. Mən elə qənaətə gəlmişəm. Bunu məsəl üçün 945 öz bölənlərinin cəmi 975 alınır. 945-in bölənlərinin cəmi 975 alınır. 30 müsbət ədəd keçdi da özünü. 1155-inki də 6 ədəd kiçik qalır, 1149 alınır. 1155-in bölənlərini hesab toplayanda mən bunu götürüb fikirləşmişəm ki, neçəyə vura bilərəm, bəlkə bu 6-nı itirmək olar. Məsələn, 382-yə vurmuşam, 1155-i təkrar götürüb, 1155-i də 1-in, 3-ün, 5-in, 7-nin və 11-in vuruqlarından alınır. Bu vuruqları Pilos'da 383'ə vurmuşam. 383'ə vurmuşam. 442.365 ədədi alınır. Bu da 442.371 alınır bölənlərini topladıqda. 442.371 alınır. Bu da 6 rəqəm, 6 ədəd özündən artıq olmuş olur. 1155-də kiçik oldu 6 rəqəm, 6 ədəd, 6 rəqəm. 442.365-də 442.371 alındı bölənlərinin cəmini topladıq. 6 rəqəm özünü keçmiş oldu. Bu da çox güman ki, o arada olan sadə bölənlərin içərisində sadələrin olub olmamağına görədir. Nəysə, əsas odur ki, yenə deyirəm, bu müsbətlik ki, bu cütlük ki, bu araya girə bilmir, mənim düşüncəmə görə. 1 ilə 3-ün arasında 2 rəqəm fərq var da. Bu cür quruluşda təsir qoyur. Aşağıdan kiçik rəqəmlərdən böyük rəqəmlərə doğru fərq ortalığa çıxardır. Ya bölənlərinin cəmi özündən, rəqəmin özündən, ədədin özündən kiçik olur, ya bölənlərinin cəmi özündən böyük olur. Mən bu qənaətə gəlmişəm. Yəni bu bir daha deyirəm, riyaziyyat dəqiq elm olduğu üçün kiçik ədədlərin quruluşuna baxaraq bu məsələni həll eləməyin mümkün olduğunu düşünürəm. Bunu da necə ortalığa çıxarda bilərik? Düşünmüşəm ki, bu cür ki 6, 28, 498, 1128 bu silsilə ki gedir sonsuzluğa doğru. Hansı rəqəmlər iştirak edir? Tək və cüt rəqəmlər qoşa iştirak edir. Tək və cüt rəqəmlər, ədədlər ki bölənlər arasında oldu. Bu da belə da cütlə təki toplayanda cüt alınır da. Daha doğrusu belə deyim, fikrimi çatdırmaq üçün təhlər cütlərə bölünmür axı. Təhlər cütlərə bölünmür. O da bölənin cüt əksik qalmağına və yaxud artıq olmağına bölənlərinin cəminin səbəb olur. Elə düşünürəm. Mənim qənaətim bundan ibarətdir. Bunu daha uzun yazmaq olar. Misal üçün 1155
rəqəmini, ümumi 155 ədədini uzun lövhəyə yazıb, ardınca da 1155-i vururam 383-ə, o da 6, 1155-də bölənlərin cəmi 6 kiçik qalır. 1155-i də 3'ə vuranda 442.365-in də bölənlərin cəmi özünü 6 rəqəm keçmiş olur. Bunu yenə deyirəm, bu can alıcı nöqtəsi odur, mən elə düşünürəm. Bir də süni intellektə təqdim elədim bunu. Süni intellektə təqdim elədim. Süni intellekt deyir ki, elə riyazi məsələlər var ki, sən kiçik rəqəmlərin quruluşuna baxaraq bunu tapmağa çalışırsan. Deyir ki, kiçik rəqəmlərdə olmayan riyaziyyatda bir şey, bir də görürsən ki, böyük rəqəmlərdə ortalığa çıxır. O indi süni intellektdir da, o məlumat bazasında olan məlumata əsasən səndən danışır. İnsan beyni isə daha möhtəşəm, daha geniş, əhatəlidir. Mən düşünürəm ki, əvvəla çox böyük rəqəmlər ki, o süni intellektin dediyinə görə hesablanıb ortalığa ki çıxmayıb, mükəmməl tək ədəd yoxdur. Deməli, tutalım ki, çox böyük, ehtimal olunur ki, çox böyük, yəni bu riyaziyyatda nə qədər böyük rəqəmdə ortalığa çıxa bilər ki, fikirləşirəm. Yenə deyirəm, onu da elə belə bu cür havadan bir nəzəriyyə uydurub demirəm də, quruluşa baxaraq bu qənaətə gəlmişəm ki, məncə mümkün deyil bunun ortalığa çıxmağı. Mümkün ola bilməz. Çünki yenə deyirəm, elə bu. Bir də belə bir quruluş təqdim eləmişdim süni intellektdə. O da deyir ki, güya onu da yenə bir professorla məsləhətləşmək, danışmaq olar. Deyir ki, məsəl üçün belə deyim də, bu üçbucaq riyazi quruluşdur bu. 1, 2, 3, 4, 5, 15'dir bu. Tək rəqəm alınır bu cür gedəndə. Neçəyə bölünür? 1'ə, 3'ə, 5'ə. Gördünüz, arada 4 yoxdur, 2 yoxdur, cütlər yoxdur. Toplayanda neçə edir? 6. Həmən əksikliyi alınır da. Yəni 1'ə bölünür, 3'ə bölünür, 5'ə, 9 edir toplananda. 15'in böləni 9 edir, 6 rəqəm əksikliyi qalır. Bəli, bu cür qənaətə gəlmişəm. Və yenə deyirəm, belə bir kiməsə maraqlı gəlsə, məsləhətləşərik, danışarıq. Bunu bir də təqdim eləmək istəyərəm, bu cür bu nəzəriyyəni təqdim eləmək istəyərəm həmin universitetlərə. Sadəcə xarici dil biliyim yoxdur. Plus da bilmirəm nə cür əlaqə saxlayım həmən bu Open Problem adlanan sualları elm aləminə elan edən universitetdən. Sağ olun, vaxtınızı aldım. Gecəniz xeyrə qalsın.